Əl Yazmalar İnstitutunda 14 minə qədər əl yazma var. İşləmək lazımdır. Əl yazmalar üzərində işləmək lazımdır. Əl yazmalar bizim maddi, mənəvi sərvətimizdir. Əl yazmalar yanmır. Əl yazmalar heç vaxt yanmayacaq. Biz onları yanmağa qoymarıq. Biz onları işləyəcəyik. Biz onları gələcək nəslə çatdıracağıq. Mən Şərqşünaslıq fakültəsinə qəbul olanda hələ bilmirdim ki, düz xətt çəksən bu əlif hərfidir. Bunu bilmirdim mən. Onu gördüm, xanım Hatəmi, bizim müəllimimiz, professor. Məni ki, gördü beləcə, mənə qayıtdı ki, yox balam, sən get, dekandan xahiş elə, səni filologiya fakültəsinə keçirsinlər. Mənim vaxtım yoxdur səninlə məşğul olmağa. Mən də gecə, gündüz, yaz, poz, sentyabrın 13-də bizə diktant yazdırdı, sözlər yazdırdı. Yoxlayandan sonra dedi, bu nədir? O gündən mənə olan münasibəti dəyişdi. Hər yerdə də mənim adımı çəkirdi. İkinci kursun yanvarında artıq mən farsça danışa bilirdim və başladılar sənədlərimi hazırlamağa, xarici tərcüməçi kimi məni məsləhət gördülər. Üçüncü kursun yayında mənə məktub gəldi ki, biz Əfqanistana gedirsən. Mən Əfqanistana getdim. Məzar-ı Şərifə düşəndə bildim ki, doğrudan da bir 5-6 əsr geriyə düşmüşəm. Stil geyimləri, hətta danışıqları da İran farsçasından fərqlənirdi. Müharibədən qabaq idi. Qayıtdıqdan sonra təhsilimi davam etdirdim. Biz o vaxt hərbi dərs də keçirdik. Bizə leytenant rütbəsi də verilirdi. Və müsahibə əsasında yenə də bir neçə nəfəri seçdilər ki, biz istəyərdik sizi hərbi xidmətə tərcüməçi kimi gələsiniz. Və ondan sonra yenə də Əfqanistana məni göndərdilər. Müharibədə Heratda qalmış bir Rusun cəsədini götürmək üçün məndən xahiş elədilər. Mənə verdilər vertolyotu, getdik Heratdan onu verdilər yeşiyin içində. Mən onu gətirdim, gəldim. Kuşkaya çatmamış vertolyotu başladılar, atəşə tutdular. Gəlib Kuşkaya inəndə gördüm ki, sol yanacaq bakından qol yoğunluğunda yanacaq axır, pəri qopub, bir də altdan deşik-deşik olub vertolyot. Hamı məhtəl qalmışdı ki, bu qədər zərərdən sonra bu necə qalıb? Bu mənim sonum ola bilərdi. O vaxt o qədər Əfqanistanla bağlı materiallar var idi. O materiallardan yığıb gətirsəydim, inandırım sizə ki, bu Əfqanistan haqqında çox böyük bir tədqiqat olardı. Amma təəssüf ki, o dövrdə mən hələ fikirləşmirdim ki, mən gəlib akademiyaya işə girə bilərəm. O vaxt bura Əl Yazmalar Fondu idi. Təsadüfən elə oldu ki, Milli Elmlər Akademiyası o vaxtki prezidenti Həsən Abdullayevin yanına düşə bildim. Qırmızı diplomla qurtardığıma görə götürdü elə mənim yanımda Əl Yazmalar İnstitutunun direktoruna zəng elədi, mərhum Cahangir Qəhrəmanova. Cahangir Qəhrəmanov da məni işə qəbul etdi. Mən başladım Əl Yazmalar İnstitutunda Fars əl yazmaları şöbəsində işləməyə. İşə başlayanda burada kataloqlaşdırma gedirdi və biz əl yazmaları tədqiq eləyirdik. Əl yazmaları hərflər üzrə götürürdük. Onlar hər bir əl yazma haqqında poliqrafik təsvir deyirlər, veririk. O 1 səhifə, 2 səhifə, 3 səhifə bəzən olurdu və o dövrdə bu maraqlı əl yazmalar haqqında mən hətta mətbuatda da məqalə verirdim. Başladım, yəni tədqiqat işləri indiyə qədər mənim imzamla bir 50-yə qədər kitab çap olunub. Rəhməti Təbrizinin rus dilində monoqrafiyasını buraxdım. Sonra onun divanını tərtib elədim, farsça olan şeirlərini bütünlüklə tərcümə elədim və Azərbaycanca şeirlərini də ora əlavə eləməklə böyük bir fotofaksimile ilə bir kitab buraxdım və başqa kitablar üzərində işlədim. O dövrdə mənim təzkirəçiliyə
çox böyük marağım oldu. Azərbaycan təzkirələrini mən tədqiq eləməyə başladım. Şah İsmayılın oğlu Sam Mirzənin yazdığı Tövbə-i Sami təzkirəsi. Onun bizdə 3 nüsxəsi var idi və bu nüsxələr əsasında onu mən tədqiq eləyirdim. Təzkirə-i Nəvvabu mən yenidən işlədim. 470 səhifə böyük formatda həm Azərbaycan şeirlərdən, həm farsça şeirlər var idi orada. Onları da əlavə elədim. O təzkirə çox unikal təzkirədir. Orada şairlər ki var idi, Nəvvab təzkirəsini verirdi həmin şairlərə ki, öz bioqrafiya bu qısa, bir də şeirləri yaz. Bu əl yazmada 25 şairin öz dəstxətti ilə yazılmış səhifələr var. Mən Mir Möhsün Nəvvabdan sonra Məhəmməd Ağa Müştahizadənin Riyaz-ül Aşiqin təzkirəsini çevirdim. Demək, Hacı Zeynalabdin Tağıyevlə bağlı o dövrdə Azərbaycanda birinci kitab buraxan mən oldum. Bizim də institutda o vaxt mərhum Paşa Əlioğlu gəlmişdi. Ona da dedim ki, belə bir şey çevirmişəm. Nəriman Nərimanovun Hacı Zeynalabdin Tağıyev haqqında yazdığı bioqrafiyanı. Gəl onu bir yerdə, bir dənə ön söz yazaq. Azərbaycan jurnalında Yusuf Səmədoğlu idi redaktor. Gedək bunu verək ora. Dekabr ayında getmişdik, yanvar nömrəsində saldı, onu buraxdı. Nəriman Nərimanovun Hacı Zeynalabdin Tağıyev haqqında olan bioqrafiyasını. O bir başlanğıc oldu, ondan sonra o bioqrafiyalar, o məktublar əsasında yenidən kitabı buraxmışdım. Bizim institutun direktoru, bizim görkəmli alimimiz Teymur Kərimli dedi ki, Hacı Zeynalabdin Tağıyev haqqında film çəkilir, bir məsləhətçi istəyirlər. Mən də getdim. Filmin baş rejissoru Zaur Qasımlı idi. Bu senari 4 seriyalı filmin senarisi. Mən o neçə gün oturdum, əlimdə qələm, onu redaktə elədim. Redaktə eləyəndən sonra hətta bəzi məşqlərə də məni dəvət eləyirdi ki, bunların danışığına ki, belə olar, olmaz. Yəni məsləhət eləyirdi. Təsadüfən birdən mənə qayıtdı ki, bir balaca rol var. Mən sizi görürəm o rolda. Bəlkə çəkiləsiniz. Mən dedim, niyə də olmasın? Əgər mən orta məktəbdə dram dərnəyində Aydını, Vaqifi oynamışamsa, niyə də olmasın? Yenə də təzkirəçiliyi ilə bağlı Sadıq bəy Əfşar adında şair təzkirəçi olub, Şah Abbasın kitabdarı olub. Şah Abbasın kitabdarı bugünkü günlə götürsək, yəni bir mədəniyyət naziri olub. Külliyatı var onun, bir nüsxəsi də Təbrizdədir. Mən getdim Təbrizə. Oradan o təzkirənin surətini aldım. Bunun üzərində işləyəndə müəyyən bir nöqtəyə gəlib çatanda gördüm ki, bundan bu yana gələn şairlərin bioqrafiyası obruslarla uyğun gəlmir. Osmanlı üslubunda yazılmış bir şeydir, qısa. Mümkün deyil bunu da götürüb bura əlavə eləmək. Həmin bu hissəni ayırdım. Məcmuə Havası çap eləyəndə oradakı adları ancaq verdim, 138 şair adı. Sonra onu işlədim və anonim Osmanlı təzkirəsi kimi bunu verdim. Niyə bu belə olub? O dövrdə katiblər onlara verirdilər, məsələn, bir əl yazmanı ki, üzün köçürsünlər. Onlar bəzən əl yazmanın səhifələrin çox alınması üçün ora biraz da əlavə edirdilər. Başqa bir yerdən götürüb əlavə ediblər ora. Yəni, bunun Sadı bəy Əfşara aidiyyəti olmayan olub. Mən onu ayrıca anonim Osmanlı təzkirəsi kimi çap elədim. Bugün də, məsələn, istifadə edənlər istifadə edir həmin təzkirədən. (95-2002-ci illər arasında İranda işlədim. Amma başqa xətlə, yəni bu akademiya xətti ilə deyil. Osmanlı ədəbin mənbəsi aparmışdım özümlə. Mən onu çapa hazırladım. O, 1001 gün adında bir əsər idi. 1001 gecəni bilirik. 1001 gecəyə cavab olaraq yazılmış Fransada 14-cü Ludovikin saray tərcüməçisi Petit de la Carrois. O bir il İranda olmuşdu.
və belə bir Min bir gün adında bir kitab yazmışdı. Bu kitab müxtəlif dillərə tərcümə olunmuşdu, o cümlədən Osmanlıya. Mən onu Osmanlıdan çevirib çap eləmişəm, biz də görərsiniz. Sonra mənim maraq dairəmə nələr düşdü? Nadir Şahın xristianlarla bağlı, konkret olaraq ermənilərlə bağlı 28 fərmanı var. O fərmanları mən tərcümə elədim. Nasrettin Şah Qacar 3 dəfə Avropaya gedib. Oxudum ki, hər 3 səfərində də bu Cənubi Qafqazdan keçib. Demək, onun Cənubi Qafqazda olan günləri bizim üçün qiymətli bir mənbədir. Və gündəliklərin yazıb o özü yazırdı. Həmin o 3 səfərin Cənubi Qafqazdan keçən günlərini harda olub, kimi ilə olub, nə danışıb, kimləri görüb, hamısını tərcümə etmişəm, çap olunub. Həvəsə gəlib Nasrettin Şahın Qızları adında bir kitabı tərcümə elədim. Nasrettin Şahın 16 qızı olub. Kitabın adı da elə gedir, Nasrettin Şahın Qızları. Bu biraz cəlbedici addır, amma cəlb etməkdən də əlavə bunun arxasında nə var? Əndərunda baş verən hadisələr bu qızların fonunda təsvir olunub. Bu da tarixçilər üçün gözəl mənbədir. Bugünkü gün bu sahəyə, yəni şərqşünaslıq, əlyazmaşünaslıq sahəsinə gəlmək istəyənlər var. Onlardan bəziləri gəlirlər, bəziləri gələndən sonra da gedirlər. Bu sahə hal-hazırda gender bərabərliyi üçün oğlanlar hücum eləməlidirlər. İnstitutun 90% qadınlardır. Fars dili sahəsində cəmi bir mütəxəssisimiz var. O da çox savadlı mütəxəssis Kəlamə xanım. O tibbə aid əlyazmaları tərcümə və tədqiq edir. Ərəb mənbələrinə işləyən var, Zəkiyə xanım. Avropa dilləri də var. Fransız dili mütəxəssisi, İngilis dili, Alman dili mütəxəssisi, Rus dili ilə bağlı mütəxəssislər var və bu dillərdən tərcümələr eləyirlər. Mən Azərbaycanca, farsça Azərbaycan lüğətlərinin həm müəllifiyəm. Lüğəti işləyəndə həyətdə bir otağım var, orada oturub işləyirdim. Bu əlim o masanın üstündə o qədər qaldı ki, belənçiyinə, soyuq yazı masasında. Bu əlim oldu, herpes zoster bir xəstəlik oldu. Diş ağrısından da pis ağrılar olurdu. Bu heç. Demək, işləyirdim, bir də gördüm ki, darvazanın sesi gəldi, qonşu darvazası var. Onda bilirdim ki, aha, saat 6 oldu. Çünki qonşu işdən qayıdıb. Saata baxırdım, 6 oldu. Bəsçidə qoy yatım da, 9-da durub işə getməliyəm. Qoyurdum hər şeyi, bir-iki saat yatırdım, çıxıb gəlirdim. İşləmişəm, belə işləmişəm. Arzu edirəm ki, arzusunda olduğum kitabların nəşrini görüm. Başqa nə?